Əla. 10-cu sinifdən səhifə 3 və 4. Əllərimizi qaldıraq. Ümid edirəm suallar çətin deyildi. Çinara xanım salam. Axşamınız xeyir olsun. Necəsiniz? Axşamınız xeyir, yaxşı olasınız. Siz necəsiz? Çox sağ olun. Təşəkkür edirəm. Siz də yaxşı olasınız. Sağ olun. Yeniyetmə. Amma sifət Teenage. kimi, isim kimi. Hə, bəs isim kimi olsaydı necə olardı? Teenager. Bəli, teenagers. Aha. Buna nə deyim mən? Şkaf deyəcəm buna. Ha, well Yaxşı built. formada olan. Bəli, well built. Well built. Məşhurluq, şan-şöhrət, Fame. əsasın qoymaq, təsis Found. etmək. Found. Başqa əsasın qoymaq, təsis etmək nə bilirik? Başqa əsasını qoymaq. Aha. Çox elə hamısı oxşayır. İnstitut özünün. Make də ola bilər, Bəli. build ola bilər. Yəni. Establish, Hə, institute və s. və ilaxır. Qazanmaq, nail olmaq, əldə etmək. gain. Bəli. Minnətdar. Grateful. Bəs çətinlik, 3 dənə mənə çətinlik söz desəz əjdahasız. Hardship. 1, Difficulty. 2, 2. bir də bilməm, 11-in nə? Hardness ola bilər. Onu görməmişəm, yalan deyərəm. Varsa olar. Amma görməmişəm. Deyəsən 11-ci sinif sözlərin içində idi, əgər səhv xatırlamıramsa. Yoxsa buralar, bəlkə 11-də idi. S ilə gəlirdi, əvvəli set ilə gəlirdi. Hətta bir dənə başqa birini də demək olar. Set back, bilmirəm xatırladınız yoxsa yox. Set back. Bir də var challenge. Challenge çətinlikdir. Hə, indi yadıma düşdü. İş, məsələ, dəxili olmaq, dəxliyyat, aidiyyatlı olmaq, bəli. Matter. Güclü, qüvvətli. Powerful. Aha. Tərifləmək. Price. Bunu mən nə deyim? Mən buna domino effekti deyirəm. Ripple effect. Dalğa effekti. Xüsusi, müəyyən. Specific. Özünə dəyər. Self-worth. Bəli. Dəst, geyim, paltar, dəst. Hə, düz dedim də. Yox, üzr istəyirəm. Üst hissəni örtən geyim, sorry. Üst hissəni örtən geyim. Nə bilim, vallahi üzüm maykadır yoxsa nədir bu? Hə, geyim sadəcə vest. Hə, vest. Mən onu ChatGPT-dən jilet kimi tərcümə eləmişəm. Olsun jilet. Qəfil başlamaq ya da bir işə başlamaq. Breakout. Əslində o break into idi, hə, o başqa. Bu bir hadisə baş verir. Amma yaxşı olmayan bir hadisə baş verir. Məsələn, zəlzələ baş verdi, yanğın başladı, yəni bu anlamda. Hə, o breakout-u belə başlamaq özü launch idi orada. Hə, launch da var, bir də break into, nəyəsə girişməyə başlamaq, strike into da söhbətə, münasibətə başlamaq. Bu da deyin, əks hücum, küçlər, yox. Counter attack, counter. Bəli, Rusca buna kontrataka deyirdik bundan, futbol oynayanlar. Özüm öz səsimi eşidirəm. Eşq olsun. Mənə. Yox, bunlar asan testlərdir. Bircə dəqiqə. Biraz gəlizlərin baxaq.
8-ci testi izah eləyin. Gör neçə nəfəs? 1, 2, 3, 4, 5. 8-ci testdə O dəqiqə olsa 90 dəqiqə olur. Tamam. burada nə istəyir? Səhvi istəyir. Birincidə there is 100 meters to go. Bəli, burada düzdür. Çünki o verb agreementlərdə də uzlaşmada da demişdik ki, yəni bu iz ola bilər. I have told 1,000 times not to do that. Burada da düzdür. Üçdə deyir ki, employment stands at 1,400,000. Burada da düzgündür. 4də I have told you 1,000 times deyirsə, burada 1,000 time olmalıydı. Yəni 5də I want to live for 100 years olmalıydı. Ona görə burada səhv istəyir. 4-5 səhvdir C variantı. Evet. Yani de asan sual izah edin. Day sizsiz. Hı -hı. 7. 7-də bizdən deməli miqdar sayını istəyir. Burada birincidə deyir ki, who is first place, daha doğrusu miqdar sayını ala biləcəyimiz sual istəyir də, belə deyək. Burada who is the first, burada kim birinci olacaq? Burada yəni kim sualının cavabıdır. İkincidə who is 44, burada yenə eynisidir. Burada da miqdar sayının cavabını almaq olmur. C'də how many races are there? Neçə reis var da, yəni deyiriksə, burada neçə sualını verir və ona görə cavab C'dir. Miqdar sayı almaq olur bu cavabla. Sizin sualınız var. Əslində var. Mən 30-la 32-ci testin arasında bir fərq var idi orada. Onu tam başa düşməmişəm. Yəni niyə orada elədi? 30'u başa düşmüsünüz, cevabını bilirsiniz. Cavabını başa düşmüşəm. Orada nəyi başa düşmüşəm? Düşməmişəm. 30 ilə 32-ci testdə bir müqayisə var. Məsəl üçün biz burada belə deyək də to search to search şeyəni düz götürürük burada. To search şeyəni düz götürmüşük də. Bir dənə 32-yə də zəhmət olmasa. Amma burada deməli for week kursu da düz götürmüşük. Amma o biri tərəfdə ikisi də isim deyil, şeyə də isimdir, kurs da isimdir. Əlaqəsi yoxdur. Fərqli şeylər. Def sizi çaşdırmaz. 30'dakı kəsr sayı. 2/3 deməkdir. Aha. 2. Mhm. Amma buradakı kəsr sayı deyil. Bu miqdar sayıdır. 4 week, 4 weeks. 4 həftə. Demək İndi bunu defisti defisti verəndə olur 3də 2'lik. Mənasını deyirəm. Uca oldu sifət. 32'də də olur bir həftəlik. İnanın orada week sözünə fikir verməmişəm. Yəni elə odaqlanmışam o defsə. Bir dənə kimdəsə yenə sual olar, qoy deyim. Prosto o birisi kəsir olduğuna görə bizdə nə demişdik? Bu soldakı nədir? Surət. Surət birdən böyük olanda məxrəcdə S verib cəmləndiririk. O burada S var. Yoxsa o normalda bəli biz isimlərdə keçmişdik ki, burada rəqəmdən sonra defsdən sonra gələn isim cəmlənmir. Düz deyir. Amma yuxarıdakı isim deyil, rəqəmdir, məxrəcdir, cəmlənməlidir. Mən orada week sözünə fikir verməmişəm. Yəni belə də tərkib. O defsə odaqlanmışam, belə deyim. Çox sağ olun. Siz sağ olun. Təşəkkür edirəm, sağ olun. Buyurun. Fəridə xanım, salam, axşamınız xeyir olsun. Salam, mənim axşamınız xeyir. Necəsiniz? Şükür, siz necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Sualınız varmı?
Sualım elə 30-da birdən sualım var. Başa Aa, düşmədiyim bir şey var orada. buyurun. Orada birdə demişdi, biz demişdik ki, birdən böyükdürsə kəsirimiz, yəni də birdən böyükdürsə metri orada cəmləməli idik. Yox, daha doğrusu birdə 0.2 var, 0 tam. Onda Aa. 5-də. Axı o sıfırdır, 1 deyil. Yəni birdən böyük deyil. Biz niyə metrə metrs deyirik? Azərbaycan dilində bilmirəm. İngilis dilində kəsir saylarının ümumi qiyməti birdən kiçik olanda üstəgəl isim verə bilmirsiniz. Aha. Kəsir saylarının ümumi qiyməti birdən böyük olan üstəgəl isim verə bilirsiniz, isim cəmlənməlidir. Bu başqa. Birincidə gördüyünüz decimaldır, pointlə. Hə, Decimallarda da biz demişdik, istəyir birdən böyük olsun, istəyir birdən kiçik olsun, fərq eləmir. İsim gələndə isim cəmlənməlidir. Qısa və başa net. düşdüm. Eşq olsun. Başqa sual? Xeyr. O zaman mən sual verim. 31-i izah edək. Hı -hı. Biz demişdik ki, at first ziddiyyətli cümlələrdə olacaq. Birinci cümlədə də ki, A-da deyir, he called for help. O kömək istədi, amma heç kəs eşitmədi də onu. At first artıq orada ziddiyyət görürəm. B-də arrives at first olmaz, ziddiyyət yoxdur. C-də the first I would like to thank you. Birinci ya burada firstly olardı, ya da elə first olardı. Bəli. D-də isə first person burada təyin edici, yəni belə deyim də sıra saydı deyə the first olacaq, birinci şəxs. Y-də Bəli. isə I firstly met demişik ki, keçmiş sadə zamanda da metdən əvvəl firstly yox, first olar. Bəli. Tamamilə narazıyam. Zarafat edirəm təbii ki. 27-ni də deyin. Deməli, burada elə baxan kimi mən birinci bəndindən başlamaq istəyirəm. Another 3 weeks düzdür. Yəni belə bir isim pronounda da keçmişdi ki, another'dan sonra say gələ bilər, yəni cəm bir şey sonra gələ bilər. D-də də bir ekstra 10 pounddan söhbət gedir, yəni düzdür. Y-də orada for a good 2 hours olmalıdır. Necə ki, D-də biz ən dedik. Yaxşı, yəni 1-2 saat, yaxşı bir 2 saat gözlədim də onu. O Yox, mənada tərcümə işte. ehtiyac yoxdur. Qayda ilə deyin, geçsin. Bəli. A-la B-də isə A-da deyir what she needs is friends. What she needs. Onun nəyə ehtiyacı var? Yəni burada is düzdür də, heç bir səhv yoxdur. What we need most of all are. Most of all-a görə də mən düşündüm ki, are olar. Həm də some really new ideas. Bəzi yaxşı yeni ideyalardır. Bizim düşündüyümüz, bizim ehtiyacımız Okay. olan. Yəni siz B deyirsiniz. Yox, mən elə Y deyirəm. Qoy bir dənə A ilə B-ni təzədən bir dənə deyim. Mübtəla budaq cümləsində xəbər tək də olur, tək olur. Olmayan o heç. Amma xəbərdən sonra gələn isim ki var ha. O cəmdə olanda biz xəbəri cəm də verə bilərik. Amma tək də versəz düzdür. Problem deyil. Məsələn B-dəki is də eləsəz düzdür. A-dakı ar da eləsəz düzdür. Orada problem yox. Siz Y dediniz. Bəli, burada good, to, sifət, rəqəm, cəmsim, amma nəyə yoxdur dediniz? Artıqlı yoxdur da. A good 2 hours olar. Aferin, aferin. İndi sözlər neçə? 3, 4. Bu yandan gəlim. Aydınlaşdırmaq. Clarify. İddia eləmək, demək, Claim. söyləmək, bildirmək. Claim. Əsəbləşməyin. Müttəfiq Ally. və ittifaq. İttifaq. İttifaq meeting yox. İttifaq. Ərəbcədən kömək ilə ingiliscədən tapın. İttifaq. Müttəfiq elə ittifaq deməkdir. Hə. Ally. Sözün kökü əlaydır, bəli. Azərbaycan dilində də var. Xanımlar əslində o sözü daha yaxşı bilməlidir. Niyə ona o adı veriblər mən bilmirəm, amma
99 bəlkə də 100% xanımların hamısı o sözü bilir, Azərbaycan xanımlar. Nənələri deyənlər. Nə olar? Argument. Yox, argument deyil. Ally sözündən gəlir. Sözün kökü odur. Ally. Əgər yazılışım düz yazdımsa. Ha, alliance. Yes, alliance. İndi bu hansı söz oxşuyur? Xanımların bildiyi. Hmm, Allians. Üzüyt, o da yəqin belə yumrudur. Nə bir Allians, kişi bəli. Allians deyirlər, niyə Allians deyirlər bilmirəm. Əcdad. ancestor. Bəli. Günahlandırmaq. Blame. Söz önüsü. Blame for. Bəli. Blame somebody for filan şey. Ya da blame something on somebody. Yəni nə var? Put the blame on filan kəs. Bunu həmişə yadda saxlayaq. İçində olmaq, iştirak olma, eləmək, belə bir şey. İştirak eləmək. İştirak eləmək. Participate. Aha. Buradakı deyin. Buradakı take part. Buradakı deyin. İştirak eləmək. Yəni bulaşmaq da bir işin içində olmaq. O mənada yəni tam iştirak eləmək. Hə, involved. Bəli, be involved in. In. Be involved in. Okay. Razılıq, razılaşma. Razılaşma. Agree razılaşmaq deməkdir. Aha. Onun isim forması. Agreement. Bəli, agreement. Niyyət. Intention. Deyəsən çox yavaş soruşuram, biraz sürətini artırım. Bu nə hansı sözdür? Çox qısa kiçiltmişəm. Atəşkəs. Firework. Yo. Ceasefire. Ceasefire, bəli. Görün bu nəyə oxşuyur? Açmaq, ifşa eləmək. Disclose. Darıxmaq. Darıxmaq. Miss. Aha, yaxşı. Həsrətin çəkmək. Hatırlamadım. Miss. Long. Long for. Arzulamaqdır da həm də long for. Neysə, arzulamaq. Seem likely to happen. Məncə həsrətin çəkmək kimi daha yaxşıdır. Olsun. Target. Hədəf. Hədəf. Ən yaxşı ingiliscə soruşmaqdır. Baxım görüm burada nəsə qaldı. Yox. Sizin öz sualınız var. Xeyr, çox sağ olun. Tamam, siz sağ olun. Sağ olun. Sağ olun. Gülarə xanım, salam. Axşamınız xeyir. Necəsiniz? Mənim axşamınız xeyir. Çox sağ olun. Siz necəsiniz? Çox sağ olun. Yaxşı olasınız. Sözləri tez-tez soruşum. Will. İstək, arzu. Evet. Ya da qətiyyət. Scream. Scream, qışqırma. Olsun. Ya da qışqırtı, qışqırıq. Qalmaq. Remain isə qalıqlardır. Bəli. Tay özünüz dediniz. Qürur. Pride. Fəxir, vüqar, bəli. Bəs sizcə bunun sifəti nədir? Bilirsiniz. Bildiyiniz sözdür. Prideful. No. Bildiyiniz bir sözdür. Pride. Fəxr eləmək nədir? Fəxr eləmək. Pride. Yox, o isim. Fəxr eləmək. To be nə? P ilə gəlir. To be proud. Bəli, to be proud. İndi bax, o proud nədir?
Sifət forması. Sifətdir. Yəni fəxrli, qürurlu, vüqarlı. Əslində pozitiv sözdür. Bizimkilər onu ağıllılar negativ kimi verib. Nəysə, mirvari, Pearl. silahlı qüvvələr, Silahlı qüvvələr. Armed forces. the armed forces. Cəsarətlə, Bravery. bravely. Bəs cəsarət, cəsurluq, Bravery. bəs cəsur, Brave. düzdür. Bəs beşiş ya da mühüm bir şeyin başladığı yer, Cradle. cradle, düzdür. Əmin etmək, arxayın salmaq, Make sure. o əmin olmaqdır. Amma Evet. sure sözü var Evet. içində. Assure. O da var. Insure. Insure. Bunda deyək, ədalət. Onun gücü çatmalı. Justice. Fair. Bəli, bəs ədalətsizlik, Injustice. bəs ədalətli, Justice. just. Just. Bad. Just. Bəs ədalətsiz, Unjust. unjust. Ümid edirəm, bilməyən yoldaşlar bilmədiyi sözləri qeyd edir bizə qulaq asın. Tənbəllik eləmirlər. Bunda deyin, öhdəsindən gəlmək Overcome. və Deal with. qəhrəmanlıq. Bunda deyin. Heroism. Okay. İndi gedək. Sürətli şəkildə mənə 2 dənə sualı izah edeyim. Bu asandır, yox. Yaxşı, bunu deyin. 25. Ben 25'te səhv istəyir müəllim. Deməli A variantında aynı tarixini göstəribdi, düzdür. B variantında isim cəmlənməli idi, wrongs olmalı idi də 6, yəni miqdar sayı gəlibsə deyil. B ona görə səhvdir. C variantında 500 people, yəni 500 isim də cəm göstəribdi, düzdür. D variantında faizdən sonra gələn isimə baxırıq. Money təkdir, xəbər də tək göstərib. Y variantında da yəni faizlərlə xəbər tək olub. Bu da school, yəni bir problem yoxdur. İsim təkdir, xəbər də təkdir. Səhvimiz nədir bəs? B variantı. 6 wrongs olmalı idi. Yox. Əslində cavab odur. Amma sualın izahını yanlış verdik. Niyə ki? Yəni 21-də first aynı tarixi Bəlkə də düzdür. siz düz yanaşırsınız. Çünki mən həmişə fərqli yanaşmışam. Bircə dəqiqə. Wrong-un baxım görüm isim versiyası var yoxsa yox. Mən bunu həmişə necə başa düşmüşəm? I got 6 wrong. Yəni get something wrong anlamında. Yəni altını yanlış başa düşdüm kimi. Wrong-u burada sifət kimi götürürəm mən. Ha. İndi səhv var desə, 6 səhv var, 6 mistakes deyər. Prosto wrong-u mən görməmişəm isim kimi işləndiyini. Bir dənə yenə də baxım. Yəni 6 səhvim var anlamında siz deyirsiniz də, düzdür? Bəli, bəli. Bir dənə baxım. Hələ ki adjective çıxır. Yəni bunun isim forması hələ ki yoxdur. Adverb də var, adjective də var. İsim forması var, amma sayılmayan isim var. Sonra belə, yəni çalışmadan çıxan səhv kimi yox. Məsələn, mənim yanlışım, sənin yanlışın, o anlamda yanlış mənası var, o da sayılmayan. Bir dənə də var, yəni countable, o şəkildə yanlış mənası var. Yenə hərəkət mənasında, do something, deyil mi? Do a wrong, yanlış bir hərəkət eləmək, yanlış hərəkət mənasında var. Yəni çalışmadan çıxan səhv yox, yəni o mənada hələ ki yoxdur.
So. Yani sayılan isim kimi? Deyin. Z artıqına görə sıra sayı olmalı, çiçəksiz Ay olmalı. sağ ol. Hə. İndi qoy bunu deyim, tam dəqiqləşsin. Deməli, wrong-un saymayan isim üçün mənası var. Yanlışlıq deyim, nə deyim, belə bir şey. Bir də yanlış bir hərəkət, səhv bir hərəkət. O mənada sayılan kimi var. Amma çalışmadan çıxan səhv, 2 səhv, 3 səhv, 5 səhv, o mistake sözüdür. Wrong deyil. Bəli. Miqdar sayının qabağında burada the article nədir? Səhvdir. Olmaz. Bəli. Bir dənə də asanın izah eləyə 28, çünki yoldaşlara da vaxt çatsın, buyurun. Bəli, burada da düzü istəyir. Birincidə yəni düzdür, çünki yəni isim burada defislə olan ismi birləşmələrdə Bəli. düz göstərib də cəmlənmir. Bəli, biz bunu isimlərdə keçmişdik, bəli. Bəli, article-da ismə aiddir, ona görə bir düzdür. İkincidə cəmləyibdir, səhvdir. Üçüncüdə isim cəmdir, ona görə qarşısına heç bir şey qoymayıbdır, 3 də düzdür. 4-də isim cəmdir, ancaq an article veribdir, səhvdir. 5-də 5 düzdür, 6-da years cəmlənməz, səhvdir. 1, 3, 5. Düzdür. Özünüzün sualınız varmı? 29-da B-yə baxa bilərik. Baxdıq. B-də böyük isimlərdə, yəni over-la göstərdiyi, ancaq məxrəc cəmlənmir. Hətta cəmlənmir elə. İki tərəfdə də eyni. Yəni, nə cəmləndirmirsiniz, nə də sıra sayına keçirmirsiniz. Ortalarına bir dənə over versiniz, yuxarını olduğu kimi, aşağını olduğu kimi aparırsınız, fisyon. Ha, oldu. Eşq Sağ olun. olsun. Sağ olun, sağ olun. Səadət xanım, salam. Axşamınız xeyir, necəsiniz? Salam müəllim, hər vaxtınız xeyir, yaxşı olasınız, sağ olun. Yaxşı olun. 33-ü izah eləyək. Asan sualdır. Bəli. Burada deməli 2 pound notes on the ground. Bir düzdür. 2-də defs olmalı idi. Həm də apostrof s olmazdı. Bəli. Cəm s olmazdı, yəni. Bir düzdür. 3-də baxaq. 3-də düzdür, defslidir. 4-də defs olardı. 1-3. Tamamilə razıyam. Bir dənə də combulun izah eləyək. Hardan tapaq bu combulu? Deyəsən qutardı bu. Deyim, 36. 36. Deməli, səhvi istəyir. Elə burada A variantıdır. 2 dozens'dır. Dozen demişdik, cəmlənmir qabağında. Yəni sıra miqdar sayı olanda. Dozens of olsaydı cəmlənərdi. Razıyam. Öz sualınız var. Xeyr. O zaman sözləri soruşaq. 3 və 4. Exhausted. Yorğun, very tired. Extremely. Dəhşətli şəkildə. Ya da very deyək. Təslim olmaq, vaz keçmək. Təslim deməyim, yəni vaz keçmək, tərcih etmək. Və təslim olmaq nədir? Təslim olmaq. O da give-lə idi deyəsən. Bəli, give-lə idi. Give in. Bəli, give in. Bəli. Əncin, uçsuz bucaqsız. Immense. Nəhəng. Bəli, nəhəng deyim buna. Ədalətsizlik. Ədalətsiz. Injustice. Oh, no. Hı? No. Unjust. No. Justify ədalət. Justice, ədalət. Ədalətsizlik. Injustice deyəsiz. Bəs injustice nə idi? Injustice yoxdur, unjust var. Yaxşı. Mən vüsal stilinə oxşadım biraz. Bəs reputasiya. Şöhrət, ün. Evet.
Uzun müddətdir gözləyən. Long for həsrətlə. O feil. Long awaited. Burada long nə? Awaited. Bəli, awaited. Ləkə, ləkələmək. Stain. Stain. Ləkəsiz də deyirlər. O necə? Yəni, Stainless. bəli, passız, ləkəsiz, stainless. Əlavə, daha çox Mən onu qida paslanmayan kimi bilirdim. Odur da, Bıçaqların üstünə yazır. Çox var. hə, bəli, elə ona görə. Əlavə, Supplement. bəli. Nəsə eləməyə dəymək, bu da sonuncu söz. Be worse. Bəli. Özündən sonra ing yoxsa to. Be worse. To idi deyəsən. Oh my goodness. ing. Özdə Bəli. orada da yazıb. Verse doing yazıb. Doing. ing yazıb. ing verəsiz. Yaxşı. Bəli. Eşq olsun. Sualımız varmı? Xeyr, sağ olun. Siz izah elədiniz də sual deyəsən. Bəli, 2 dənəsini dediniz. Hə, mənim başım qalmayıb ona görə üzürlü sayın. Nuranə xanım, xeyrə qarşı, xeyrə qarşı. Salam Nuranə xanım. Salam müəllim, axşamınız xeyir. Necəsiz? Hər vaxtınız xeyir. Siz necəsiz? Yaxşıyam, çox sağ olun. Yaxşı olasınız. Görüm sizə hardan haranı soruşmadım. Hə, bura qalıb. Bilmədim yerdə. Eventually. Bilmədiniz yerdə. Axırda, sonunda, nəhayət ki. Bəli. Sinonim verin, taysizsiz. Sonunda. Ha, Dəqiq. Nəhayət. At time olar, end olar, atsi end olar. Sonra. O at the end of versus neyinsə sonunda. Ümumiyyətlə sonunda axır ki, nəhayət bu Atsi anlamda. end. No. Yox. Bunu ofla versiz, o neyinsə sonunda deməkdir. Biz prosta sonunda nəhayət axır ki demək. Əti götürün, başqa şey verin. Time. Bilmədim. Elə o sözdür. At the end sözündə əti götürün, last. başqa sözünü At last. verin. At last. Tamam, at last ayrı, onu yazdım. At sözünü götürün, yerinə başqa sözünü verin, düzələcək. Ətin padruqası nədir? In. In the end, sonunda, Sonunda. nəhayət, axır ki. Axır ki. Eventually bir dənə də var, bildiyiniz bir sözdür. F ilə gəlir. Firstly. Yox. No. O lap antonimi oldu. Finally. Okay. Neysə badına ya da bahasına deyim. At the cost. Bəli. At the Of the expense something on. of da var. At the cost of da var. Bəli. Müzəffər kişi. Müzəffər qalib. Victorious da. Victorious. Müzəffər Bəli, o söz. Yəni zəfər qazanan adama deyirlər. Bəli. Victorious. Donald zəfər. Triumph. Triumph. Bəli. Müdafiəsinə qalxmaq. Müdafiəsinə qalxmaq. Neydi o? Müdafiəsinə qalxmaq. Bildiyiniz qalxmaq sözü. Stand up for, stand up for İndi kimisə. stand up for desəz, nə üçünsə, yəni nəyə görəsə, yəni Bu nəysə. vardı, again, əleyhinə. Against desəz, nəyəsə qarşı, bəli. Bəli. Haqlı. Haqlı, Ya da- rightful. Reallaşdırmaq mənası da var. Dərk eləmək mənası da var. Realize.
Realize. Realize. Dərk etmək, anlamaqdır. Bəli, işğal eləmək, zəbt eləmək. İşğal eləmək, zəbt eləmək. Bu occupy. Occupy işğal eləmək, zəbt eləmək. Bəli. Sahə, işğal, nə bilim, peşə mənası da var. Occupation. 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 Buradakını soruşmuram. Yəni Azərbaycanlıların yazdığını demirəm. Dini. Şəhid. Əslində o şəhid demək deyil, amma yenə də. Bəli. Bizdə elə. Nəsə, azadlıq, Azadlıq, liberation. sinonim. Liberation, azad olmaq. Bilmədim. Free olar. Free azad. Freedom, Freedom. independence. Azad eləmək. Azad etmək. Burada liberation idi. Liberate də azad etmək. Bəli. Sinonim. Azad etmək. Free. Yəni, birdən soruşanda adam birini gedir. O yaxşı. Da elə olanda yadda qalır. Yadınızda saxlayın. Beyin emosional şeyləri yadda saxlayır. Bir də beyni çətinə salanda, zora salanda beyin daha yaxşı öyrənir. Bunu yadda saxlayın. Bir də Sonra beyin da bilmədim. Bütün bildiklərim yadımdan çıxır. Özümü hiss eləyirəm. Həvəsdən düşürəm. Bilmədim mən asası. boş verin o həvəsi. Məsələn, mən indi gənc vaxtlarımda öyrənəndə ən ləzzət eləyən şey söz yazmaq idi. Çox ləzzət eləyirdi. Bundan bunu axtardım, bundan bunu çıxardım, sinonimin, nə bilim, kökdən yarı. İndi də ləzzət eləyir yazanda. Prosto vaxt tüklərimiz kısıtlığından dolayı çox şey eləmirəm. Amma mənə ləzzət eləyir yazanda. Onda insanın yadında yaxşı qalır. Bəli, Yoxsa yadda bir qalan. iş Bilirsən, işdən belə baxanda bilirsən, bu sözdən hamısını bilirsən. Ancaq bu momentdə beyninə gəlmirdi adamın. o yaxşı da, deməli, bütün bildiklərim də məcbur gedir, heç nə göstərirəm bilmirəm. sizə ki, Motivasiyadan sonra düşürəm. yadda qalacaq. Orada nə var? Əsas imtahanda düz yazarsınız. Nəysə, boş verin. Sonra event. Event bu da nə idi Allah? Baş vermək hadisə. 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 Murad Boz. Yaxşı, daxil elədim, alınmadı. Müdafiə. Müdafiə defense. Müdafiə eləmək. Fe'l forması defend. Bəli, sevinç. Joy. Bəli, görün burada qalmadı. Bir dənə qəhrəman deyək, bu da bu adjective forması, o da asan sözdür. Qəhrəman heroizm. O isimdir. Hələ eyni gəlir, axırdakı şəkilçi dəyişir. Heroic. Bəli, heroic. Hər hansı bir sualınız varmı? Sual xeyr yoxdur. Eşq olsun, sağ olun, təşəkkürlər. Mən demədim, xay müəllim, sualı testi demədim. Demədim. Xeyr. Deyirəm də qocalmışam, onun əlamətləridir. Mən elə biləm izah eləmişik. Yox, bu asandır. Bircə dəqiqə. Biraz qeyri-adi sual olsun. Bu vurma cədvəlindən falan filan verim sual. Asan deyim, elm olur, elə çətin. Yaxşı. 15. Axıra qədər vermişdim də deyərsən. Hə, 50 Bəli, neçədən. 52. Qoy yer gəlmişdən qoy deyim. Sifətin videosunu çəkmişəm. Testlərinin izahı, testlərin heç birinin yerini dəyişmədiyimə görə əlavə çıxarış eləmədiyim üçün eynidir. Onu da izahın keçən keçəli çəkmişəm o ərəfələr. Takışda orada nəsə qeyri qrupa baxdım da yazmadım. Qeyri adi nəsə desəm, zənn eləməyin ki, indiyə aiddir. Yaxşı? Bəli. Hə, da 15-ə baxaq. 15-də A bəndində elə səhvimiz var. 8 rəqəmdən sonra 100-i cəmlənmirdik də, o səhvdir elə.
E, Razıyam. o bilər Yox, də düzgündür. Y bu asan bəndində oldu. Baş. zeradan sonra da Dayan E baş. gəlir. Bu asan oldu. Bir dəqiqə bu asan oldu. Çox Johnun asandır. fazlası. Mən biraz ət şeydə biraz ət first olar biraz mənim beynim Əş qarışdı. onlar asat onları boş verin. Buyurun bu de 47. Xahiş edirəm adısa adam başlamayın. Yaxşı. 47-də bir düzdür 100 isim cəmlənib. Sonra mini millions da düzdür. Burada sonra burada da səhv 8-dir. Burada da D bəndidir. Yenə də 8-dən sonra yüzlük cəmlənib. Rəqəmdən sonra cəmlənmirdi də onlar. Andrey Bir Sazon dənə bunlar cəm isim. Rəqəmdən sonra cəm isim olmur. Cəmlənmirdi daha doğrusu. Düz. Sualınız var bəs? Sualım xeyr yoxdur. Eşq olsun. Təşəkkür edirəm, minnətdaram. Buyurun, çox sağ olun. Siz sağ olun. Vəfa xanım salam. Axşamınız xeyir olsun. Necəsiniz? Müəllim, yaxşı deyiləm həqiqətən heç. Bu Bir şey deyəcəm, əsəbləşməyin, nə düzəlmədi. olar? Yox, düzəlmişəm, amma müəllim bir şey desəm əsəbləşmərsiniz ki. Yox, əsəbləşmə. Bu gün söz vermişəm ki, hər şey yaxşı olacaq. Ay müəllim, mən bu heç cür. Bu sayı öyrənə bilmədim. Çox üzr istəyirəm. Bax sizin bütün hər şeyinizə qulaq asdım, səsinizə də. Nəsə çatmadı mənə. Onda təzdən bir dənə də mütləq şəkildə kağızdan baxa-baxa videoya baxırsınız, hissə öyrənirsiniz. Birinci miqdar nədir? Sıra nədir? Kəsir nədir? Desimal nədir? Toplama necə olur? Çıxma necə olur? Bölmə hansı qaldı? Vurma Bunların hamısı düşür ki imtahana. bir dənə sual düşür, amma düşə bilər. Onu da zaten videoda demişəm, deməmişəm, yadımda deyil. Amma çox sadə düşür. Yox, video izahda deyəsən demişəm. Hə. Yəni siz biraz da onu bilmək üçün bu məxrəci, surəti falan da bilməlisiniz. Hə, bir də bir şey səsiz uzaqdan gəlir. Bir şeyi də yaxşı anlamaq üçün eyni şeyə 10 dəfə baxmalısınız. Orada mən elədiyimi siz də eləməlisiniz ki, o beynə otursun. Example Mən yazıram, onu siz də yazmalısınız. bildim mən. Ən çox bu siz harda əziyyət çəkirəm. Bu kəsr sayları var. Orada çox əziyyət çəkirəm. Onun üçün mən orada necə izah edirəmsə, siz də elə yanaşmalısınız. Yəni kəsr sayını birinci anlamaq lazımdır. Yo, onu bax siz bunun başa düşdüm. Məsələn, 3-də 2 belə deyilir. Two-thirds. Bunu bildim. Hə. Amma ki 3-də 1 necə deyilir, onu anlamadım. 2-ni götürün 1 yazın da. 3də 1-in necə deyildiyini də mən yazmışam da ora. Həm yazmışam, həm videoda da zaten izahda mən onu verirəm də sizə. Və o ilə variantlarda da, zatda da nə qədər testlərdə də böyük ehtimal yəqin ki var. Yoxsa video izahda da mən onu... Bu deyir. Bu nədir? Bu 3də 1 deməkdir də. Esöd deyilir elə. Hə, Təbii ki. onda başında surətində 1 olursa, axıra S artırmırıq. Təbii ki. Sürət 1-dən böyük olanda siz məxrəci S-lə əlavə edirsiniz, artırırsınız. Bir də ki mən bu nə deyəcəkdim? Bu məsələn 4-də 2 olduqda necə deyirdik? Birinci 4-də 2 olmur. Niyə? Olur axı. Ola bilər, çünki 2 4-ə bölündüyü üçün deyirəm. 2-ni də 4-ə böləndə 0,5 eləyir. Yəni deməsəz daha yaxşı. Tutalım dediniz. Buyurun, deyin görüm nətər deyəsiniz. Belə Yuxarını deyərik də, yəqin kimi two deyirsiniz. quotes. Ya da force-la. Vəssalam. Görürsünüz, özünüz də deyə bilirsiniz. Sadəcə praktika eləmək lazımdır.
Sonra Müəllim, biz indi keçəcəyik bunu təzədən təkrardan bu bölməni. Mart ya da fevral. İndi proqram nə vaxt bitəcəksə onda. Onda öcə bir dərsin üstə bir dəfə qalacaq. Hə, Təkrar. bunun üstündə yenə bir dəfə qalacağıq, yoxsa İndi yox. Proqramı bitirəndən sonra təkrara gedəndə qalacaq. Hə, indi bu testdə azdır deyə bir dəfə qaldıq. Sorry. Normalda mövzuların üstünə 2 dənə qalırıq. Hə, ağlıma o gəldi. Bu çətin deyil. Bunu təzədən gedin, baxın. Praktika eləyin, testlərin izahına baxın. Testlərin izahına cavabı öyrənmək üçün yox, anlamaq üçün baxın. Anlamaq üçün. yox, mən Çoxlu onu ancaq baxın. anlamaq istəyirəm. Onsuz da çox mürəkkəb gəldi nəysə mənə. Ona Əslində görə özür dilərim. mürəkkəb deyil. Prosto anlamaqla bir şeyi anlayanda dınq eləyir. Anlamaq üçün də məsələn Əli bir dəfə baxıb anlayır. Siz 10 dəfə baxın. Ta ki anladınız oradan durun. Anlamadan durmayın. Məsələn mən bir şey açıram, fizika, kimya, riyaziyyat, kosmos, astral səyahət, nə bilim nəyi anlamağa çalışam o cümləni, anlamıram. Təzədən yenə oxuyuram, təzədən yenə oxuyuram. Anlayana qədər mən onu oxumaqdan əl çəkmirəm. Ta ki anladım, stop eləyirəm. Bu iş belədir. Burada da elədir, hər yerdə. Anlayana qədər oxuyun, oradan qalxmayın heç vaxt. Öyrətmək kimi olmasın. Sonra Həm sonra deyəcəyim bir şey yoxdur. Yəni əsəbləşməyin, amma bəs testləri heç deyə bilmədim. tamam, testləri təzədən eləyirsiniz. Gələndə sual olanda mən sualınızı verirsiniz. Bəs sözləri öyrənmisiniz? Neçə dərs idi? Xoşuma gəlmirdi sözlərdə. Hə, baxdım sözlərə müəllim. Sadəcə bu testi işləyə bilmədim. Pis oldum çox. Üzr sayın. Yox, mənlik bir şey yoxdur. Siz üzüllü sayın ki, inşallah yaxşı olar. Məndən üzr istəmir. Məndən niyə üzr istəyirsiniz? Siz sözlərə baxmısınız, yoxsa öyrənmisiniz? Öyrənmişəm mən. O zaman oradan buradan 10 dənə söz soruşacağam. 1. Əcdad. Ancestor. 2. Əlavə. Söhbət qida falan filan əlavəsindən gedir. Yəni orada istifadə elədiyimiz söz. Əlavə. S hərfi ilə başlayır. Bir dəqiqə deyəcəm. Yaxşı, gəlin mən ingiliscə soruşum ən yaxşısı. Hə, elə yaxşı olar deyim. Exhausted. Exhausted elə bil tükənmişdi. O qədər çox yorulur ki, tükənir ta. Bəli, yorğun, arığın. Immense, immense. O çox böyük deməkdir, çox böyük. Overcome. Overcome. Qazanmaq. Öhdəsindən gəlmək falan filan. Blame. Blame elə bil günahlandırmaq. Agreement. Razılıq. Clarify. Clarify. Siz nədir clarify? Clarify nəsə bir şeyi izah Yox, etmək, bilmirəm. daha aydın etmək, nəsə bir şeyi Bəli, daha bəli. asan eləmək, başa düşmək üçün, Aydınlaşdırmaq. kimsənin başa düşməsi üçün, hə. Ally. Ally. Aynən yazılırdı müəllim o. Bəli. Hə, siz nədir o müəllim? Elə bir ölkə başqa ölkəyə yardım eləyir, o mənada kömək eləyir. Yəni Yəni əsasən bu müharibə şəraitində bir ölkə bir ölkəyə dəstək olur, o mənadadır.
Yəni sözün mənası Ya, bu hiç Azərbaycanca onun mənası yoxdur ki. var. Bəs bu sözlərin axı mən videolarını atmışam. Ora niyə baxmırsınız? Aa, bir xanım yazdı bura müttəfiq. Bəli, müttəfiq deməkdir. Ay, burada isim Sonuncu kimiymiş? Üzr istəyirəm. Elə bildim bu feildir. Məndə də səhv başa düşdüm. sonuncu sözü də soruşum. Əmin etmək. Bir dəqiqə. Ensure. Bəli. Hər hansı başqa sualınız varmı? Müəllim, mənim sualım yoxdur. Kəşke olsaydı, işləyə bilmədim deyə. Özüm də çox pis oldum. İnşallah heç də Mənim olmaz. gəlin Gələn dəfə dərsə. sual versəm Hə. əsəbləşmərsiniz ki. Yox, niyə əsəbləşəm? Prosta ən birinci siz qaldırın. Yaxşı? Mənim gəlin dəfə indi biz hansı qaydanı keçəcəyik? Sifətlə zərfi. İkisini bir yerdə sifət zərfi asan olar. Mən heç vaxt say keçməmişəm deyə bu günə qədər belə bizə Yox. imtahana da düşməyib də, qəbul imtahanına say ümumiyyətlə düşməyib bizə. Mən ona görə yəqin bu qədər əziyyət Ona görə çəkdim. təzdən bir dənə də oxuyarsınız. Təzdən bir dənə Mən də heç vaxt say oxuyarsınız. oxumamışam. Mənim qabağıma heç Ebru, vaxt say çıxmayıb. bu səfər təzdən dəfələrlə oxuyarsınız ta ki başa düşənə qədər. Yaxşımı? İcazə verirsiniz də onda gələn dəfə soruşmama. Bəli, Biraz bəli, çox bəli. olsadır. Bəli, Onu da bəli. bildirəcəm sizə. Sual biraz çox olacaq. Heç nə olmaz. Narahat olmayın. Çox sağ olun mən də. Heç- Bağışlayın bir də. Buyurun. Sağ olun. Sağ olun. Nərmin xanım, sağ olun. Nərmin xanım, salam. Axşamınız xeyir. Salam müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Sözlərdən başlayaq, sonra o tərəfə keçərik. The Armed Forces. Ee, silahlı qüvvələr, Bəli. Bravery. cəsurcaslar, o da cəsurluq. Cəsarətli şəkildə. Belə bir şey. Cəsurcasılıq, belə. Okay. Overcome. Üstün gəlmək, handle. Okay. Ally. Müttəfiq, Unfair. ədalətsiz, Target. hədəf, Agreement. razılaşma, Long for. darıxmaq, Clarify. aydınlaşdırmaq, Claim. iddia etmək, demək, Okay. To be involved in. iştirak etmək, qoşulmaq, cəlb olunmaq, Okay. Intention. niyyət, Will. istək, iradə, Okay. Scream. qışqırmaq, Remain. qalmaq, remains, qalıq, Overcome. onu soruşdunuz, üstün gəlmək, Heç nə olmaz. Sinonim verin. handle, dilviz, Handle. Cope with. Hətta Deal. manage də qatmaq olar. Deal da var, hə. Immense. çox böyük, Okay. Gedək suallara. Öz sualınız var. xeyr, Okay. O zaman onu izah eləyək. 10. səhvi istəyir, birincidə düzdür, 1 saat yarım deməkdir, ona görə 1 olmayacaq, ikincidə orada ikinci tərəfdə ətdən sonra half əlavə olmalı idi, ona görə səhvdir. Üçüncü düzdür, 6, o da 4-də 3, ona görə düzdür. Dördüncüdə to search-dən sonra file demişdik, xəbər onunla uzlaşmalıdır, were yox, was olmalı idi, ona 2-4.
Okay. Field, daha doğrusu oxunur field. Elə onu Onun altına deyəsiydi. xətt Field çəkdi. oxunur. Sözün altına xətt çəkdi. Ona İçini, görə içini bir dənə də izah eləyin. orada olmalıydı half another. Və yaxud da Yo, a half hour. yo. One birdir, half da yarıdır. 1,5 eləyirsə, onda saat sözü cəmlənsin. Bəli, bəli, bəli. Məsələ buydu. Bir dənə də 26-ını da deyin. Mən birincidə A bəndində at first ziddiyyət olmalıdır deyə orada yoxdur da, yəni cümlə başlanğıcında verib first olardı. Ona görə o A olmaz. Bəli. İkincidə they were demişdi ki firstly olardı da, yəni və yəni ilk A yox, burada ziddiyyət var, ona görə first yox, at first olar. Ona görə olmaz. Bəli. C bəndində yenə də at first ziddiyyətdir, amma burada yoxdur axı cümlədə ziddiyyətli bir şey ki, yəni əvvəli biləndir falan, ona görə olmur. Bəli. D-də but varsa ziddiyyətdir, yenə də first yox, at first olar, qalır Y bənd. Should gather yourself together firstly. Dəqiq. O bir dənə də mən baxım. İlk öncə prosta first'ini aparıb ortaya at. Normalda cümlənin əvvəlində olmalıdır. Atıb ortaya. Əsas feildən sonra to be, əsas feildən əvvəl to be-dən sonra burada işlənmə yeri. O first'ə aid idi. O şey. Hansıydı o yadımdan çıxdı. Past simple'ın zaman zərfi kimi. Bu ilk öncə deyib belə eləməlisin, özünü ələ almazsa. Yer gəlmişlər, gather yourself together, elə pull yourself together deməkdir. Özünü ələ almaq kimi. Okay. Hər hansı bir sualınız varmı? Sağ ol. Təşəkkürlər. Səbinə xanım, salam, axşamınız xeyir ola. Axşamınız xeyir, mən necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun, mən yaxşıyam. Yaxşı olun. Yəni, arkadaşlar, kimlər təzə qoşulubsa, xahiş edirəm, o şəxslər də əlin qaldırsın. 39. Adları bilmirəm, üzüllü sayın. 39. Buyurun. Aha. Deməli, burada bizdə düzgün istəyir. An hour and a half. 1 saat yarım bu düzdür. 2-də 1.5 hour. Bu 1 tam 2-də 1 deməkdir. Burada hours olmalıydı. Ümumiyyətlə demişdik kəsrlərdə, yəni də birdən böyük olarsa, qabağına gələn isimlə bir məna şəkildə biz bunu cəm götürürdük. Ona görə 2 səhvdir. 3-də deməli onluq kəsrlərdə 0.6 of a mile deyəndə onluqlarda dedik ki, mən niyə gəlmişim, burada elə bir sualım var, yerinə düşdü. Bunu deyim və bir sualımı sizə deyərəm. Burada deməli onluq kəsrlərdə biz dedik ki, yəni burada artıq belə deyək də, burada isimləri nə demişdim bu görüm, tək də olarsa yox, birdən böyük olsa da, kiçik olsa da, bax burada deməli 0.6 İsim cəmdə olmalı. Hə, cəmdə olmaq məsələsi. Of a mile. Amma burada 1 milin ölçüdür da. Yəni bu isimləri həmişə ölçü götürür, yoxsa başqa isimlər də ola bilər. Yəni ölçü çəki olmalıdır yalnız. Orada isim gəlməyib baxı. Ofla a mile, mil burada ölçü getmir. Oje isim qırıldı orada. Ortaya sözünü girirsə isim qırılır. Bizə saydan sonra gələn isim lazımdır. Burada isim gəlmir, of gəlib. Onda düzdür də bu. Bəli. Zaten metrdir, kilometrdir, mildir, fərqi yoxdur. Bunların 3də biri, 5də biri, 5,5-i fərqi yoxdur. O zaten of e ilə aparasın. Onun ofdan soldakına əlaqəsi yoxdur. Bizə lazım olan başa düşdü. Demək istədim ki, bax bu onluq saylarda biz deyirik, yəni birdən böyük və ya kiçik olsa da özünə sonra cəm isim gəlir. İndi həmin cəm ismi mən bilmək istədim ki, bu yalnız ölçü aiddir, yoxsa ümumiyyətlə bütün isimlərə aiddir? Fərq eləmir. Ölçü də olsa, başqa isimdir. Zaten bunlar ölçülərlə işlənəcək. Yəni, tam onda 5 bir də birisi mənə adam deyəsi deyil. Kəsr deyirik, kəsrin ümumi qiyməti. Kəsrin özünün sürəti məxrəcə böləndə zaten aldığımız rəqəm orada da bir tamlıq olur da, düzdürmü? O da onluq sayılır. Tutaq ki, nə bilim,
Bir tam nə Yəni qədər belə. biz Amma elə biz burada deyirik başqa də. qayda veririk Yəni var. biz elə deyirik Hə, Azərbaycan dili. hə, Bizim hə. dilimizdə elə deyilir. Hə, İndi yalnız ingilis bu cür biraz olanda, fərqli point falan yaranır. olanda biz buna aid edirik Bəli, də, bəli. bəli, Hə. bəli, bəli. Aha. Deməli, İndi bu 4-də, izah aha. eləyək. Aha. Hə, 1-3 düzdür, hələ ki baxaq. 4-də half of the miles. Deməli, burada biz səhvimizə demişdik ki, halfı ümumiyyətlə ölçü vahidlərindən, yəni işlədəndə burada of vermirdik. Bəli. Plus-da demişdik ki, burada half, burada z yox, half və yaxud da half olardı. Burada belə bir şey Bəli. yadıma gəlir. Biz bunu əvvəldən də keçmişdik. Ona görə bu səhvdir. 5-də də 3/4 of an hour, bu da bəli düzdür. Yəni sürət böyük olduğuna görə quotas cəmlənibdir. Əgər isim birbaş gələrsə, biz burada quotanın s-i verməzdik. Amma birbaş Bəli. gəlmədiyi üçün, ofdan ayrıldığı üçün bu problem yoxdur. 1-3 İkini deyiş. bir dənə təzədən deyin. 2-də 1.5 hours olmalıydı. Aha. Burada cəmlənməli idi də. Ona görə. Razıyam. Bəli. Razıyam. Eşq olsun. Bir dənə də 36-nı deyin. Aha, yanlış istəyir. Baxaq, deməli burada the number of cities. The number of olanda zaten dedik, yonsuz xəbər təkrar uzlaşma burada düzdür. Bizdən səhv istəyir. Dozens of people. Bu da deməli qeyri-müəyyən isim kimidir. Ona görə bu da düzdür. Ofla cəmlənibdir. Chris, Helen and half a dozen others went on. A dozen others və onunla başqaları. Bunu saxlayayım hələ ki. A dozen or so cars were parked near the entrance. A dozen or. Bu da düzdür. Bizdən səhv istəyir. Deməli, we collected dozens and dozens of shells. Bu da hundreds kimidir də. Ofla veribdir. Bu da düzdür. Burada bir deməli mənim üçün bu testi tərəddüddə izah qalan. elədik. Hə, S ilə D arasında qaldı. Bir dənə baxım, mən burada nəyi unutdum. A dozen others went on holiday. Bir də a dozen or so. And this. More than 2000s. 2000s. Hə, 200 olmalı kimi 2000s da olmaz. Bunlar Bəli. düzdür. A variantında bəli, indi gördüm. 2000s var burada. Mən bunu axır kimi oxumamışdım. Tamamilə Aha. razıyam. Sözlər soruşdan. Bəli. Teenaged idi ilə. Teenage idi ilə sifətmasında yeni yetmək. Yəni yeni yetmə dövründə, hə. Yeni yetmək. Yox, yeni yetmə. O yaşda Well built. Well built. Biz buna daha çox o fit falan, yəni belə sağlam cümlə anlamında işlədirdik də bu sözü. Evet. Yani şkaf. Bəli, bildiyim görkəm anlamında, bəli. Fame, popularity, prominence, məşhurluq. Bəli. found, establish, Bir şeyin əsasını, bünövrəsini qoymaq. gain, Gain əldə etmək. Gain, get, ondan sonra obtain, acquire, obtain, bəli, əldə etmək. obtain. Okay. Bəli. Grateful Minnətdar, thankful, grateful. və ungrateful. Əksisi də onda təşəkkür eləmir. Ungrateful. Yəni naşükür. Naşükür, Hardship, 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 çətinlik. Bəli, çətinlik. challenge. Challenge. Challenge bildiyimiz iddia da, yəni bir şeyə qarşı mübarizə iddia etmək. Belə deməyim. Challenge Meydan falan oxumaq. filan, amma çətinlik mənası da var. Hə, umumda çətinlik. Difficulty, Difficulty, isim kimi bəli, çətinlikdir o da. setback. Setback. Aha. Bir dəqiqə. Niyə tanışdırmadı mənə setback? Bunu bilmədim. Siz bizə niyə qulaq asmırdınız? Öyle bir şey işitmədim bu sözü, setback. Dərsin ta başında biz bunu müzakirə elədik. Mən biraz gec qoşuldum da, ona görə 10 dəqiqə biraz gec qoşuldum, ay müəllim. Heç bir şey. Mənim günahımdır. Seriala baxırdınız, futbola baxırdınız, amma Yox, düzəldi. müəllim, yox. Yox, həqiqətən yox. Taysizsiz, yaxşı. Dünən uzaq şehrə baxmısınız da, tay, ona görə baxmırsınız. Yaxşı. Ay müəllim, yox. Best. Best? Bəli, vest. Hə, vest işləm. Vest takım geyim deyirik biz. Anlamda. Kəstim şalı Bayaq falan dedi, deyirik. jilet. Hə. Anlamda. Jilet abi. Self-worth.
Özünü dəyər vermək, özünü dəyər. Özünə Özünü dəyər. qiymət. Bəli, bəli. Ripple effect. Bu ripple effekt o təkrarlanan bir şeydir də. Yəni bir hadisədən başqa bir hadisə Allah, törəyir, mən buna təsir domino edir. effekti deyirəm. Hə, Birinə hə. ya da dalğa effekti. Birinə bir Bəli, şey bəli. oldu. Belə gedir. Praise eləmək. Praise. Bəli. Praise. There you go. Praise də heç yoxdur məncə. Praise, tərifləmək. Bəli. Celebrate Praise eləmək. deyir. Sırf özünü tərifləmək, hə. Yox, özünü niyə tərifləyir? Self praise. Self demirəm. Praise. Praise tərifləmək. Celebrate. Celebrate. Qeyd etmək. Qeyd Sözdə etmək, yaxşı seçim tərifləmək. Hə. Powerful Güclü. və matter ya da matter. Hə. Hansı bir məsələ, yəni nəyisə bir şeylə bağlı. Okay. Sizin sualınız var? Yox, mənim elə o bayaqçı ilə bağlı idi, o qeydinlə bağlı idi ki, deməli hər növ isimlər gələrmiş də o cəmdə olmalı deyildi. Sağ ol. Təşəkkür edirəm, Sağ minnətdaram. olun. Əlvan xanım salam, axşamınız xeyir olsun. Salam Əlvan xanım. Əlvan xanım salam. Okay. Könül xanım sizə keçək. Salam Könül xanım. Salam müəllim, hər vaxtınız xeyir. Oo, Könül xanım, indi öz adınızla qoşulmusunuz. Nasılsınız? Sağ olun müəllim, siz necəsiniz? Təşəkkür eləyirəm, yaxşı olasınız. Break out. Breakout başlamaq, məsələn zəlzələ və yaxud da yanğın, müharibə. Demək ki, yaxşı yadda saxlayırsınız. Counter attack. Əks hücum. Bəs at the cost of filan şey. Necə müəllim? At the cost of filan şey. At the cost of. Bilmədim bunu. Nəysə bahasına, nəysə badına. Nədənsə vaz keçmək. Onun give up da var idi, sinonimi. Yox, give up'ı soruşmuram. At the cost of'un mənasını deyirdim. Bu nədənsə vaz keçərək. Siz definition-dakını deyirsiniz. Yəni elə bir şey çıxır, bizim dilində necə deyirsiniz, bir şeyin bahası, yəni ətədim, tutalım. Vaz keçərək də. Əlini verib vəlinə alıram. Belə deyək. Vəlini əldə eləmək üçün əlidən keçirəm. Bax, belə bir şey. Amma feil deyil də bu ifadə. Claim. Claim iddia demək, söyləmək. Bəli. Victorious. Qalib, müzəffər. Düzdür. Triumph. Qələbə. Düzdür. Liberation. Liberation. Həmən azadlıq. Hələ deməmiz, deyirəm düzdür. Və liberate. Azad etmək. Düzdür. Defend eləmək. Defend, müdafiə etmək. Eləmək. Event. Hadisə. Joy. Sevinmək. Sevmək yox, sevinç. Hə, bəli, Launch. sevinç. Launch, dənizin dibinə nəsə göndərmək, belə demişdiniz. Dənizin dibinə, səmaya, Bəli, kosmosa kosmos belə. adı ilə başımıza alladılar. Bir şeyə başlamaq. Bəli. Occupy. Occupy, zəbt etmək, tutmaq. Okay, occupation. Peşə, bir də işğal. Düzdür.
Testlərdən sualınız var. Deyil, mənim səhvim var idi, izahınıza baxdım. Okey, onda mən izah deyirəm. Sual verim, siz izah eləyin. Maşallah, necə səhifədir bu sözlər qutarmış. Qırx iki. Çox qəşəng sualdır. Dəhşət qəşəng sualdır. Çünki özüm yazmışam. Yəni, burada A variantında mən vandan sonra out olmalıdır. Bizdən düzgün istəyir. Out olmalıdır, səhvdir, yoxdur. Nə fərq var? Out oldu ya da in oldu. Eyni şeydir də. Bəli, mənim düzdür, əslində düzdür. A variantı düzdür. B variantında three quarters'dan sonra S yoxdur. Sonra six quarter'dan sonra S olmaz. Niyə? Çünki burada miqdar sayından sonra demişdi cəmlənmir. Mən elə şey deməmiş. Mənə şər atırsınız. C səhv olmağına səhvdir. Biz niyəsini öyrənək. Mənə görə müəllim Mənə nə olub orada? cəmdədir. Nə oldu? Nə əlaqəsi var ki? Zaten kəsr sayının qiyməti birdən böyük olanda cəmlənməlidir də isim o heç. Kömək eləyim. Bilmədim. Kəsr sayında quarter söhbəti olanda Bəli, müəllim, bəli. özündən sonra isim gətirməyəsiniz. Az Bəli. gətirəsiniz, sonra Bəli. isim gələndə Aydındır, o S-i salmaq lazımdır. aydındır. Məsələ budur. Bəs o birisilər iki səhvi tapdıq. Ofdan sonra mən burada of minə bağlıdır. Burada min məncə cəmdə olmalıydı. E olmalıydı. Ancaq Düzdür. səhvdir. Düzdür. Sonra Kəsr sayıdır. Sonra burada da pointa görə biz burada 3, məsələn 7, 5 belə deməliydik də. Tək-tək deməliydik. bəli, tək-tək getməliydi. Bəli. Bir dənə də çətin verim, yoxsa asan verim? Buyurun, asan verirəm. 37. 37. Aha. Da düz istəyir bizdən. 50. Mənim bir düzdür. Aha. 2-də 1, 6 o səhvdir. Sonra 3 Aha. düzdür. 4-də də drop nə əlaqə demişdiniz. Burada da səhvdir. 1, 3. Düzdür. Sualınız, çətinliyiniz. Səhvlərim var idi. İzaha baxandan sonra başa düşdüm. Tamam. Mən də digər müəllimələr də dedim. Başa düşdüm. Eşq olsun. Təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Əlvan xanım, salam bir daha. Axşamınız xeyir olsun. Bir də bayaq kimsə əl qaldırmışdı. Yendirdi. Bilmədim, ad yadımdan çıxdı. Əlvan xanım, salam. Arkadaşlar, hələ 13 dəqiqəmiz var. Kimin sualı varsa ya da sual cavabı iştirak eləmək istəyirsə, buyursun, əlin qaldırsın. 3 padruqanı görə bilmirəm, ha. Nərgiz xanım, Ülviyə xanım, Aydan xanım, görə bilmirəm. Əlvan xanım, selamun aleykum. Səsi açın, zəhmət deyilsə. Əlvan xanım burada yazmayıb. Maraqlıdır. Arkadaşlar, kimin sual vermək istəyir, sual cavabı iştirak eləmək istəyir? Aysun xanım, salam, axşamınız xeyir olsun. Nasılsınız? Salam müəllim, axşamınız xeyir. Çox sağ olun. Siz necəsiniz? Vaxtınız xeyir, çox sağ olun, yaxşı olasınız. 38-ci suala baxaq. Baxaq. Səhv istəyir bizdən. Siz nəzə qoşulmusunuz? Yəni birinci dəfədir sual cavab iştirak edirəm. Buyurun. 0.4, 0.0.
and 20. Point. Burada səhv variant Aha. enough point 1625. Yox. Y variantı. O Yox. yazın baxın. Saat deyəcəm. 0.165. 1 Yox. Düzdür. Bəli, bu düzdür. 1.325 20 25 0.4 0.4 15.086 7.45. Burada mənim səhv variant 325 300 yox 300 D variantı. Orada kütür Bəli. yazılır. Bəli, Onu görmürəm. bəli, bəli. Bayaqdan onu görmürəm. D variantı. Orada 300 promo yazılıb. Bir də təmiz sadalanma ilə yazılmayıb, belə deyək. Yəni tək-tək verməli idilər. Bəli, Da bəli. verməyiblər. Buyurun sizə qəşəng asan sual verək. 45. O çox. Numeral is correct. Sayılardan düz olanı. 3 quarter legends. The part has two-third majority. Majority people because 3 quarters has not almost 2/5 of boys. Yox, defisdən sonra cəmlənmir. Amma ofdan əvvəlki cəmlənir deyirdik. Düzdür? Amma defisdən Ofdan əvvəl ofdan əvvəlki söz cəmlənməlidir. Belə demirdik. hansını deyirsiniz? D variantında defislə almost 2/5 Yox. Biz elə of şeydə. boys admit using cheeseburgers. Bəlkə siz məxrəci demək istəyirsiniz. Bəli, məxrəci. Hə, sürət, Yox. yəni birinci kəsr sayındakı yəni birinci Orada ədəd böyük olanda correct bir. deyir, yəni o səhvdir də. D-ni səhvdir. Tu varsa pips olmalıdır. Yox, elə olmalı deyil. Bəli, yəni surət birdən böyük olanda məxrəcdə S verməliyik. S Bəli, bu olmalıdır, səhvdir. bəli. O Aha, səhvdir. bitti. The Aha. budget of around 1.5 millions proud a year. Around 1.5 millions. A half millions. C də səhv. Y də səhvdir. Yox, Y düzdür. A half millions. Yəni milyonun yarısı da, yox, belə. Buralara bir şey deyəməm. 3 quarter and not one half of it. Their majority is parliament has served. A variantı səhvdir. Düzdür. 3 quarter. Legal cells are hot this winter. A variantı doğru cavabdır. E variantında milyon falan, neçə milyon Onlar olur o. eslənmir də, yəni S olmur onlarda. Özündən sonra görürsünüz isim Bəli. var. İsmini cəmləndirməli. O S olmalıydı, bəli. Bəli. Birinci dəfədə tam sizin kimi izah verə bilmirəm, ancaq Heç qaydalarına olmaz. baxmışam. İzahlara baxmaq, dərs Qaydalarına oxumaq baxmaq. lazım. Hə. Bəli. C-dəki məsələ nədir? C'dəki məsələ 3 quarter had not to even heard of it. Burada nəsə buradadır problem. Defs olmalıdır, yox? Yox. Had not even heard of it. 3 quarter varsa bu cəmdir. Bəli, cəmdir. Hadlə have belə bir şey ola bilər. Orada yəni tapa bilməm. 3 quarter. Quarter, 3 quarter. Quarters. S. Bəli. S. 3 Surət quarters. birdən böyük olanda məxrəc S cəmlə, yoxdur. yəni quarters olmalıydı. S yoxdur. Bəli. S yoxdur. Two part has a two-third majority. Neyse. Yox, qısaltdım. Sizin öz sualınız var.
Öz sualım yox. İzaha baxmışam, aydın olub hər şey. Çox sağ olun. Tamam. 2 O dənə səhvim zaman var idi. Onu da təzədən YouTube'dan baxdım, öyrəndim. Bax, aydın oldu. okey. Aha, O sözdə. zaman sözler soruşum. Mhm. Exhausted, Sözlərin exhausted, very tired. Yəni çox yorğun olmaq da. Çox tamam. yorğun, çox yorulmuş. Extremely, Extremely çox nəysə bir şeyi çox olması, həddindən artıq olması. yani very. Bəli, verir. Give up, Mhm. give up, Give up. bəli. Hə, give up nəysə bir şeyi dayandırmaq, həvəsdən düşmək, belə bir şey. Okay. Long awaited, Long awaited, long awaited bircə dəqiqə biləcəm. Kimsə axtarışda olan insan. o, Yox, qoy deyim. Long awaited. Yox, bir şeyi çox gözləyən. uzun Yəni müddətli nəysə bir gözləyən. şeyi gözləmək. Long awaited. Gözləyən. Hə, gözləyən. Reputation, Reputation, haqqın, yox. Reputation, bircə dəqiqə. Reputation. eyni sözdür da, bizdə də var, Bəli. ruslarda da var. Representation. Reputasiya, Reputasiya, hə. Reputasiya. bəli. Stain, Zərər, ziyan. Yox. Niyə? Zərər, ziyan Stain. deyil. Ləkə, Ləkə. pas. Hə, mən kiməsə? Niyə deməyəcəz sözü ilə mən sinonim yadımda qalıb. Elə də yazmışam. Hayat. Supplement, Supplement, supplement əlavə etmək kimi də. əlavə, isimdir. Hə, və əlavə, sifətdir, isimdir. Immense, Immense, böyük, iri, nəhəng, bəli. Və injustice, ədalətsiz, ədalətsizlik, sifət. yox, isimdir. İsimdir o da, ədalətsizlik. Injustice. Injustice. Təşəkkür edirəm, Çox minnətdaram. sağ olun. Siz sağ olun. Əlvan xanım, salam. Axşamınız bir daha xeyir. Salam, Əlvan xanım. Heç bir şey. Kiminsə sualı var arkadaşlar? Yəqin internetdəndir. O zaman 2 dəqiqə neçə saniyəsə haqqınızı helal eləyirsiniz. Dediyim kimi videonu çəkmişəm, izah atacağım. Testlərin izahı keçən ilki ilə tipətip eyni olduğuna görə eyni şeyi atacağım. Haqqınızı helal eləyirsiniz. Növbəti 2 səhifəni sözlərdən öyrənirsiniz. Leksika bilməm, leksika 7 atmışam deyəsən. Onu da işləyirsiniz 5-ci günə. Görüşərik, hələlik. 1 dəqiqə neçə saniyə haqqınızı halal eləyin.